OTK-nın 15 fevral sınavına düşmüş. Biz suala izahına baxacağıq. Sualda bizə verilir ki, çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikulyar iki vətər çəkilmişdir. Çevrənin uzunluğunu tapın. Bilirik ki, çevrədə diametrə sökülən daxilə çəkilmiş bucaq 90 dərəcə əmələ gətirir. Bu da bizə onu deməyə imkan verir ki, BS bizim diametrimizdir. 16 və 12 deyirsə, bura 16 və 12. Burada da bizim, tutaq ki, bura bizim O mərkəzimizdir. Pifagor teoremindən istifadə edə bilərik ki, AB-nin kvadratı üstəgəl AC-nin kvadratı bərabərdir BC-nin kvadratına. Yəni yaza bilərik ki, BC-ni tapmaq üçün 16-nın kvadratı üstəgəl 12-nin kvadratı, o da bərabərdir BC-nin kvadratına. 16-nın kvadratı 256 üstə gəlsin 12-nin kvadratı 144, o da bizə verir 400-ü. Bərabərdir BC-nin kvadratına. BC də 400-ün kvadratı 20 olur. BC bütöv 20 isə orada diametrdə 2 radiusdan ibarətdir. Yəni OC təkcə 10, BO təkcə 10 verir bizə. Çevrənin uzunluğunda L bərabər 2 pi düsturu ilə hesablanır. Bunu pi kimi saxlayaq. 2 pi radiusumuz 10 bərabərdir 20 pi olacaq.